Qurban bayramı yaxınlaşdıqca varlı kasıb hər evdə bayram həyəcanı, qurban təlaşı hiss edilir. Satçılar deyirlər ki, indidən qurbanlıq heyvanları alanlar olsa da, ötən illə nisbətən bu il tələbat kifayət qədər azdır. Qurbanlıq qoyun 350 lərdən başlayır. Mal ətinin 1 kiloqramı 21, qoyun əti 30 lari, quzu ətinin kilosu isə 27 lariyə satılır. Qiymətlər də münasibdir, şükür Allaha, normaldır. Yəni normal dərkən də bəzi insanlara da əl çatmazdır amma inşallah biz də gözləyirik ki, qiymətlər eyni. 350-dən başlayır, 400, 350-dən bax belə 500, baxır heyvanın çəkisinə baxır. Malda 2000, 3000, 1500, 4000 belədən elə bir biraz bahadır. Tələbat da hələ ki sabah bəli olacaqdır inşallah. O keçən ilə baxanda biraz zəifdir, biraz. İnşallah yaxşı olar. Allah bütün qurbanları, kəsanları qəbul eləsin inşallah. Mal əti 21-dir, heyvan əti 30 var. Keçən illə müqayisədə bahalaşma varmı? 3-4 ları fərq var. Qiymət qalxdıqca fərq eləyir, azalma. 8 lar, 7 larıya başa gəlir, 11 kiloluq. Bizdən o 20 lar, 30 lar da bizə qalır. 350, 400, 450, 250-yə heyvan yoxdur. Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır. Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Mərasimlərdə adətən qoyun, qoç, keçi, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.